Hər birinizi yenidən salamlayıram. Bu videoda mən sizə password checker regex-ilə necə yazmaq olar onu göstərəcəm. Kod sətirlərimizi azaltmaq üçün. Deməli ilk öncə nə edirəm? Import edirəm regex-i. Daha sonra gəlib burada bir dənə funksiya yazıram. Deyirəm ki, def has lower. Yəni kiçik hərf varmı? Bunu yoxlayacağam. Ya da ki burada hələ ki bunun adını yoxla deyirəm. Çünki bir neçə şərt yazacağam və bu statik metod olsun. İçərisinə parol alacaq string şəkildə. Və return eləyəcək boolean bir data. Ya true ya false. Və gəlib burada yoxlayacağam. Bir dənə pattern yazacağam. Raw string olacaq. Bunun içərisində yazacağam. Tamam mı? Və return eləyəcəm. Match, daha doğrusu regex.match ilə yoxlayacağım. Birinci pattern istəyir. Daha sonra isə nəyin içərisində axtarsın? Passwordun içərisində axtarsın deyirəm. Burada gəlib bunu yoxlayacağam. Deyirəm parol bərabərdir. Bura belə hərflər yazıram. Və deyirəm ki, password checker nöqtə check passwordu çağıracağam, parolumu daxil eləyəcəm və bundan gələn nəticəni də print eləyəcəm ekrana. Bu şəkildə və terminalı açıram, CLS yazdım, buranı təmizləyirəm. Deyirəm ki, Python utils'in içərisində check password nöqtə Python faylımı çalışdır. Baxın, false qaytarır. Çünki biz burada heç bir pattern yazmamışıq. Tamam mı? İndi mən yoxlamaq istəyirəm. Bu parolun içərisində ən az bir dənə böyük hərf varmı? Bunu necə yazarıq? Biz bunun üçün mötərizə açırıq, yazırıq sual bərabərdir, nöqtə ulduz və bizə nə lazımdır? Böyük hərf. Hər hansı bir böyük hərf. İngilis əlifbası mı, Azərbaycan əlifbası mı? Yəni fərqi yoxdur. Mən gəlib burada kvadrat mötərizə içərisində deyirəm ki, böyük A-dan böyük Z-ə qədər. Amma burada sadəcə İngilis əlifbasından söhbət gedir. Mən istəyirəm Azərbaycan əlifbasını da bura daxil edeyim. Ona görə burada olan Azərbaycan hərflərini də özüm yazıram. Bu şəkildə yazdım və indi gəlib burada proqramı çalışdırsam false qaytaracaq. Məsələn, bura bir dənə böyük A hərfi yazsam, proqramı çalışdırsam, bu yenə false qaytardı. Nəyə görə? Baxaq görək problem nədədir. Mötərizələr içərisində yazıram. Positive look ahead-dən istifadə edirəm. Nöqtə yazdım, dedim ki, hər hansı bir simvol ola bilər. Ulduz yazdım, dedim ki, həmin simvoldan 0 və ya daha çox ola bilər və dedim ki, bu simvollardan sonra bir dənə böyük hərf gələ bilər. Burada problem nədir? Çünki biz burada check passwordu çağırmışıq, yoxlanı çağırmalıydıq. Gözümdən qaçıb necəsə, proqramı yenidən çalışdıram. Baxın, bu şəkildə mənə bir cavab qaytarır. Mən burada əslində bunu booleanə çevirə bilərəm. Booleanə çevirirəm və bir cavab qaytaracağam. Baxın, mənə true qaytarır. Əla, deməli var. Yaxşı, mən bunu silirəm, proqramı çalışdırıram. Baxın, bu dəfə false qaytardı. Deməli, bu pattern məndə nəyi yoxlayır? Böyük hərf varmı? Onu yoxlayır. Bunu gətirdim bura, yapışdırdım. Gəlin, indi kiçik hərf yoxlayaq. Kiçik hərf üçün də bunu kiçik A-dan kiçik Z-ə, bunları da kiçik yazıram. Deməli, neçə dənədir? 4-7 dənə olmalıdır. Tamam. İndi gəlib yenidən çalışdırsam, bu mənə true qaytaracaq. Çünki var. Burada böyük yazsam, baxın, false qaytarır. Deməli, bu da nədir? Yoxlayır ki, kiçik hərf varmı? Bunu da yapışdırdım bunun yanına. Yaxşı, gəlin biraz bunu izah edeyim. Bu nə deməkdir? Mötərizə içərisində yazmaq o deməkdir ki, yəni mən burada bir şərt qrupu yazıram. Yəni bunlar opsi bir dənə şərtdir. Yəni burada nə demiş oluram? Baxın, positive look ahead istifadə edirəm. Deyirəm ki, buradakı bunun qarşısında yazdığım şərti yoxla. Gör, yəni belə bir şərt doğrudurmu, varmı? Bu nə edəcək? Nöqtə yazdım. Yəni dedim ki, hər hansı bir simvol ola bilər. Yəni klaviaturadan girilən, istənilən bir simvol ola bilər. Ulduz yazdım. Dedim ki, yəni həmin simvoldan da 0 və ya daha çox dənə ola bilər. Məsələn, A, B, C, C. Məsələn, gəl burada mən kiçik hərf axtarmıram. Bura kiçik hərf yazdım. Proqramı çalışdırıram. Baxın, kiçik A hərfinə qədər hər hansı bir simvoldan bir neçə dənə ola bilər. Həmin isə budur. Və daha sonra dedim ki, baxın, bunlardan da biri olmalı. Yəni buna qədər axtar. Baxın, kiçik bir hərf axtar. Bunun içərisindəki A-dan Z hərflərdən və yaxud bu Azərbaycan əlifbasındakı hərflərdən. Bir dənəsini tap. Gəl bu A hərfini tapacaq. Sonra da deyir ki, buna qədər də yəni belə də ola bilər. Baxın, bu şəkildə də ola bilər. Bayaqki formada da ola bilər. Baxın, bu mənə nə qaytaracaq? True qaytaracaq. Yəni dedim ki, A hərfindən əvvəl 0 dənə və ya daha çox fərqli simvol ola bilər. Tamam, bu şərti yoxla. Bu da gəlir axtarır. Deyir, görüm kiçik hərf varmı? Tapır burada. Deyir ki, hə, var. Kiçik A hərfini tapdım. Ondan qabaq 0 dənə simvol var. Bu mənə true qaytarır.
Mən bu kiçik hərfini burada yox, burada yazsam, məsələn C hərfi yazsam, gələcək C hərfini tapacaq, deyəcək ki, sən düz deyirsən. Yəni bu şərt okeydir. Burada kiçik hərf var, ondan da əvvəl bir neçə dənə fərqli simvol var. Yəni bu yazılış o deməkdir. Bunu kopyaladım, yapışdırmışdım bura. Nəysə, indi gəlin rəqəmi yoxlayaq. Rəqəm də sadəcə burada 0-dan 9-a yazsaq bizə kifayət eləyir və yaxud belə yazmaq əvəzinə burada bir dənə tərsləşdə yazsam, deyirəm ki, hər hansı bir rəqəm tap bunun içərisində, o rəqəmdən əvvəl bir neçə dənə simvol ola bilər. Gör bu şərt düzdürmü? Deyir false. Yəni burada bir rəqəm yoxdur. Mən burada bir rəqəm əlavə eləsəm, proqramı çalışdırsam, deyir true. Yaxşı, mən bura bir dənə 4 daxil edib bu altını buradan silirəm, proqram çalışdırıram, bu mənə true qaytarır. Deməli mən bu pattern sayəsində yoxlaya bilirəm ki, parolumun içərisində rəqəm varmı? Tamammı? İndi gəlin bir dənə də nöqtəni yoxlayaq. Nöqtəni də yoxlamaq üçün sadəcə D-nin yerinə nöqtə yazıram. Baxın, tərs slash nöqtə. Normal nöqtə yazsam bu bütün simvolları axtarır. Amma tərs slashla escape edirik. Deyir, yəni bunu sən kod kimi görmə. Yəni normal simvol kimi, nöqtə işarəsi kimi gör. Proqramı çalışdırsam buna false qaytaracaq. Amma gəlib bura bir dənə nöqtə əlavə eləsəm, proqramı çalışdırsam bu mənə true qaytaracaq. Deməli, parolumun içərisində ən az bir dənə nöqtə olmasını istəyirəmsə, bu patterndan istifadə edə bilərəm. Baxın, bu şəkildə böyük hərf, kiçik hərf, rəqəm və nöqtənin varlığını yoxlaya bilirəm. Bir də ki, bunu silirəm, bunları aşağısını falan hamısını silirəm ya da silmirəm, qalsın, yoxlayacağam sonra. Deməli, mən indi gəlib bunu şərh sətrini alıram, bu check password-u, özüm bir dənə custom check password yazıram, daha qısa. Gəlib deyirəm ki, statik metod olacaq. Def check password. Password alacaq. Boolean qaytaracaq. Burada yoxlaya bilərəm. Deyirəm, əgər is instance vasitəsilə yoxlayıram, deyirəm ki, mənə gələn password stringdirmi? Bu true qaytarsa, okey, burada mən prosesimi görəcəm. Əks halda isə return eləyəcəm, false. Deyəcəm, mənə string göndər. Tamam mı? Və burada da gəlib parolunu yoxlayıram. Deyirəm ki, əgər regex.match bu mənə bir cavab qaytaracaq. True'dursa, okey, sənin cavabın var. Yəni, parol uyğundur. Mənim bu yuxarıdakı şərtimə uyğundur. Əgər deyilsə, o zaman da return eləyirəm false. Gəlin, indi true halını yoxlayaq. Deyirəm ki, daha doğrusu return eləyəcəm burada true'nu. Amma gəlib burada nə edəcəm? Regex.match'in içərisinə pattern daxil edəcəm. Bir də parol. Gəlib birinci parolumu yazıram bura. Daha sonra burada da raw string'i yazıram. Deyirəm ki, baxın, bunları kopyaladım. Kəsdim, yapışdırdım bura. Bu gəlib yoxlayacaq. Tamam. Deyirəm ki, başlanğıcdan sona qədər yoxlayassan. Bunlar, məsələn, hər hansı bir böyük, kiçik hərf ola bilər, rəqəm ola bilər, nöqtə ola bilər. Bunları yoxla, amma bunlardan da uzunluğu da yoxlamaq istəyirəm. Deyirəm, yəni 8 və daha çox olsun. Cavab o zaman da burada kvadrat mötərizə açıram. Deyirəm ki, böyük A-dan böyük Z-ə, kiçik A-dan kiçik Z-ə, 0-dan 9-a və nöqtə işarəsində atıram. Daha sonra mənə lazımdır Azərbaycanın əlifbasında böyük hərflər. O zaman burada yazmışdım, yazmamışdım. Tamam, buraya cavab yazıram. Baxın, elə burada var böyük hərflər. Bunları kopyaladım, yapışdırıram bura. Kiçik hərfləri də kopyalayıb yapışdıracağam. Deyirəm ki, yəni baxın, bu kvadrat mötərizənin içərisində yazmış olduğum odur ki, deyirəm ki, baxın, bu hərflərdən böyük A-dan böyük Z-ə ingilis əlifbasından, kiçik A-dan kiçik Z-ə ingilis əlifbasından və 0-dan 9-a və nöqtə də daxil olmalıdır. Hər hansı bir dənə olmalıdır. Amma burada bir dənə yox, deyirəm ki, 8 dənə və daha çox olmalıdır. İndi gəlib proqramı çalışdıracağam. Necə çalışdıracağam? Bunu silirəm. Bu şərh sətrində qalmasın. Silirəm, artıq daha səliqəli yazmış olduq, daha az kodla yazmış olduq. Düzdür, regex daha çətindir, amma kod sətri sayından biraz daha əlverişlidir. Hətta bu pattern'ı buradan kopyaladım. Hətta gəlin bu raw string'i birgə götürək. Bunu da buraya yapışdırıram. İndi gəlib burada pattern daxil edirəm. Bu şəkildə. Və bunu da bunun qarşısında yazdım. Belə olsun, başımızı qatmasın deyə yazdım bunu. Gəlin bunu yoxlayaq. Deyirəm ki, password checker'ın üzərindən check password-u çağırıram, parolumu göndərirəm. Proqramı çalışdıracağam. Baxın, mənə false qaytarır. Nəyə görə? Gəlin yoxlayaq görək nəyə görə false qaytardı. Baxın, 4,
8 dənə uzunluğu var. Burada böyük hərf var, kiçik hərf var, rəqəm var, nöqtə var. Bunları buradan götürürəm. Bunun sonuna əlavə edirəm. Proqramı çalışdırıram. Fləqləri bura əlavə elədim. Proqramı çalışdırıram. Yenə false qaytarır. Burada boşluq yazmıram. Qırmızı göstərib elə. Baxın, bu mənə true qaytarır. Deyir ki, parolun uzunluğu 4, 8-dir. Kiçik hərfim var, rəqəmim var, böyük hərfim var, nöqtəm var. Mən indi gəlib buradan bu nöqtəni silsəm, proqramı çalışdırsam, false qaytaracaq. Nöqtəni yazıram, rəqəmi silirəm, proqramı çalışdırıram, false qaytaracaq. Bir dənə rəqəm əlavə edirəm, proqramı çalışdırıram, true qaytarır. Yəni bu şəkildə biz password checker-ı regex kodlarından yazmış olduq. Bunu da silirəm. Və artıq password checker'ımızda zaten istifadə edirdik. Harda? Baxın, burada out içərisində şemada baxın field validator yazdıq check password üçün və burada yoxlayırdıq. Burada şifrədə 8 simvol, ən az bir böyük, bir kiçik bir rəqəm yazmışıq. Bir də bir rəqəm və nöqtə olmalıdır yazaq. Yəni bu şəkildə dəyişək və bu şəkildə biz nə etdik? Password checker-ı dəyişdik. Əla. Burada biz nəyi gördük? Pozitiv lookahead-i gördük regex-də. Mənim kanalımda regex dərsləri var, amma pozitiv lookahead yox idi deyə burada izah eləməyə çalışdım. Amma yenə də check email qaldı. Check email yenə də sizin öhdənizdədir. Yenə də siz yazmağa çalışın. Yaza bilməsəz növbəti videoda da emaili check etmək üçün regex kodlarımızı yazasıyıq. Bu video bu qədər olsun. Növbəti videoda sizi gözləyirəm. Kanala dəstək olmanı da unutmasanız sevinərəm.